Kupe silüetli, geniş salonlu, tam yeni sedan Dayun Y6. Y6 da deyirlər beynəlxalq dildə, amma bizdə Y sözü o qədər də xoşuma gəlmir. Elə Y6 olsun. Axıcı xətlər, iri təkər diskləri, gizlənmiş qapı tutacaqları, ramasız pəncərələr və iri tavan dərhal diqqəti cəlb edir. Və əlbəttə ki, avtomobilin simasını formalaşdıran bax bu gözəl LED işıqlar. Deyirlər ki, burada Dayun, Huawei və Bosch texnologiyalarından istifadə olunub. Gəlin görək, bu nə texnologiyalardır? Və əlbəttə ki, ətraf nappa dərisi dərhal göz oxşuyur. Elə barmaqları da elə bir ki, sığallayır səni avtomobil. Hər şey gördüyünüz kimi tikişlərə qədər çox səliqə ilə işlənmiş bir salondayıq və premiumluq qoxusu gəlir. Yenə də TikTokda tənqidlər səslənəcək ki, Çin avtomobilini tərifləyirsən. Gəlin, özünüz baxın, Baku Avtomola gəlin və ya Şərq Motorsun salonuna gəlin. Özünüz yoxlaya bilərsiniz ki, bu avtomobillər fərqli Çinlilərdir tamamilə. 12 düymlü cihazlar paneli, rəqəmsal və sağ tərəfdə isə orta paneldə 17.38 düymlü nəhəng bir displey görürük burada və sanki avtomobilin interyeri hamısı bax bu displeyin ətrafında köklənib. Mərkəzi bir obyektdir. Bu da təbiidir, çünki bütün funksiyaları buradan idarə edə bilərsiniz. Hələ bu azmış kimi burada bir süni intellekt var, qızcığaz. O da sizə kömək etməyə çalışır istənilən halda. Azacıq kəsik, maraqlı bir sükanla rastlaşırıq. Dəri ilə işlənmiş, multifunksiyonal. Arxasında isə ləçəklər görürük. Dərhal adama elə gələ bilər ki, bu sürət pilələrini dəyişmək üçündür. Amma bu elektromobildir dostlar. Sol tərəfdə rekuperasiya sistemini aktivləşdirmək üçün ləçək var. Sağ tərəfdə isə kamera qoşulur. Gəlin qoşaq kameranı. Dərhal gördüyünüz kimi müxtəlif görüntülər var burada. Və keçək yenə də menyuya. Avto düyməsini basaq və görürük ki, burada enişdə yardım var. Təhlükəsizlik barədə, yəni toqquşma barədə xəbərdarlıq var. Aktiv təhlükəsizlik sistemi ilə bardakın düyməsi yanbayandır. Ola bilər Çinlilərin öz məntiqi var burada. Qoltuq altı da görünür. Çox genişdir yer gəlmişkən bu qoltuq altı. Aça bilərik. Dərindir. Yəni çox əşyalar yığmaq olar. Salonun rəngini ambient işıqlanma deyirlər. Gəlin baxaq. Hazırda yaşıldırmı? İşığa görə pis görünür əslində. Yaşıldır, qırmızıya keçirdək. Gördüyünüz kimi qızardı və əlbəttə ki, qaranlıq saatlarda hərəkətdə o atmosferi yarada bilər salonda. Bu hərəkət rejimləridir. Hərəkətdə indi yoxlayarıq, düzdür, yerimiz azdır, amma istənilən halda çalışacaq. Hərəkətdə ekonomik qənaətçil rejim var, standart rejim var, idman rejimi var. Qarda getmək üçün də rejim var və əlbəttə ki, şəxsən mənim istəyimə görə kökləyə biləcəyim hərəkət xarakteristikalarını burada görürük. Və burada bir diskoteka sayağı bir şou var, gəlin ona da baxaq. 3 rejimdə düzdür, biz içəridən görürük onu displeydə, amma qaranlıq olsaydı avtomobilin kənarında da eyni tamamilə şounu görə biləcəkdik və başlayaq. Pəncərələr nədənsə açıldı? Aydındır, aydındır. Pəncərələr açıldı ki, avtomobilin yanındakılar musiqini eşitsinlər. Yəni, deyək ki, piknikə gəlmiş bir ailə və ya bir kampaniya özləri üçün orada bax belə əyləncə seçə bilərlər, qarşıda rəqs edə bilərlər, çünki onlar işıqlanır. Aha, aydındır. Yəqin ki, bu musiqi daha çox xanımların xoşuna gələcək. Yəni, deyək ki, bəylə gəlin bu avtomobillə toydan çıxıb harasa gedərkən mənə elə gəlir ki, gözəl bir müşayiət olacaq. Bu gördüyünüz dəstəyi keçirtdik aşağı, sadəcə D rejimi və hərəkətə başlayırıq. Elektrik mühərriki
340 at gücündə və 100 km sürətini toplamaq üçün 5.9 saniyə vaxt tələb olunur. Oturacaqlardan demək istəyirdim, çox yaxşı dəstəyi var. Kip oturmusan bu oturacaqda, kresloda. Yəni uzaq yolda nə yorulacaqsan, nə də ləngər vuracaqsan döngələrdə. Qənaət rejimindən sport rejiminə keçirtdim indi hazırda və tamamilə başqa davranış başladı. Güman ki, sürəti artırmaq elektromobildə trasda o qədər də məsləhət deyil, çünki enerjiyə ehtiyat etmək lazımdır. Amma o hissləri yaşamaq istəyirsən, bax belə kupe siluetli avtomobildə mənə elə gəlir ki, və yeri gəlmişkən artıq döngələrdə dimdiyini yerə vurmaq məsələsi də yoxdur. Çox dinamik aparır özünü. Sükan da ki, tam həssaslaşdı və eləcə də qaz deyirik, əslində qaz pedalı deyil, bu akselerator deyək. Çox dinamik oldu dərhal, bax bu biznes sedan sanki. Maraqlı hissiyat var. Tam hüquqlu D sinifli sedandır. Əlbəttə onu ailə avtomobili, elektromobil kimi də çalışdırmaq olar, amma mənə gəlir ki, biznes məqsədi ilə nümayəndəlik avtomobili kimi tam layiqdir. Onun salonu və dizaynı da